Hə, bir şey də yaddan çıxdı, onu eləmək. Mənim peçatım qaldı axı. Всё, mən bu evin peçatını vurdum. Salam, hər vaxtınız xeyir, dostlar, qardaşlar. Bu Badamlardakı ev fərdi yaşayış evi yəqin ki, bir çoxlarınıza məlumdur. Əsasən mənim izləyicilərim, səhifəmi izləyənlər hamısı buradakı gedən iş proseslərini görüblər. Sıfırdan. Bu ev necə deyirlər, restavrasiya olub da. Çox belə çətinliklər olubdur. Restavrasiya doğrudan çox qəliz məsələdir, yəni qəliz işlərdəndir. Amma maşallah prorabımız Namiq müəllim halal olsun. Doğrudan da bu işi başa kimi çatdırdı. İndi xırda-xuruş işlərimiz var, amma ki bizim yox, ev olaraq xırda-xuruş işlər qalıbdır. Amma evin içində demək olsa işlər qutarıbdır. Belə xırda-xuruş belə bir şeylər var. Manqal filan hamısı işlənibdir. Kotelni çəkmirəm, çünki ev sahiblərinə kotelni maraqlı deyil, çünki onlara nəticə maraqlıdır. Əsas isti su gəlsin, isti pol işlənsin. Amma orada problem yoxdur, çəkmək olar. Amma ki, vaxtımızı ona itirməyək. Bu qaraj hissədir, qaraj. Buradakı mənfi bir, belə deyim. Görürsünüzmü? Termal kameranı xodladım. Yerdəki olan istiliyi göstərir. Deməli, bura hovuz olan yerdir. Görürsünüzmü? Yerdəki ulitkayı kimi göstərir. Yəni biz boruları necə çəkmişik. Hamısını göstərir. Görürsünüzmü? Oralıq hamısı, o qıraqlar hamısı, görürsünüz, isidilib hamısı. Bura hovuzdur, görürsünüz, sərindir. Məsəl üçün, bura saunadır. Hələ saunada istiliyi yoxdur. Bura türk hamamı, həm də ki, sanuzel kimi hamısını bir arada eləyiblər, ev sahibi istəyirlə. Hamısındakı isinir. Yüksək səviyyədə. Belə duşu filan hamısı qaydasında isinir. Gözəl. İsti su məsələsi, isti soyuq su məsələsi. Soyuq su. Görürsünüzmü? Soyuq su gəlir. İndi açaq isti su. Sırrazı. İsti su gəlir. Görürsünüzmü? Belə məsələlər var. Elə doğru düzgün işləmək lazımdır ki, açan kimi beləcə isti su gəlsin. Gözləmədən. Beləcə. Birinci mərtəbə maşallah ideal, yüksək səviyyədə. İndi keçək mənfi bir. İndi keçək birinci mərtəbəyə. Oranın isti soyuq su təchizatına baxaq, görək necədir. Bura kol hissəsi, evin giriş hissəsidir. Bütün hamısı, batareyka zəifdir. Ayda. Etmə, eləmə. Etmə, eləmə. Bura sanuzel hissəsidir. Bir dənə açılsın, görüm, açılsın. Bəli. İsti polu qəşəng, yüksək səviyyədə qızır. Görürsünüzmü? Hamısı qəşəng qızır. Bu bizim su şulkamız, o da qızır. Bu da həmən oğlandır. Unitazımız elə belə unitaz deyil, sensordan. Baba. Bir dənə belirsən belə. Hoppa. Güzel. Krantımıza baxaq, soyuq suya. Soyuq suya qoyulur misal üçün. Soyuq sudur bu, görürsünüzmü? Rənglər biraz qatışır. Rənglər. İndi qoyun isti suya. Görürsünüzmü? İsti su o saat göstərdi. Buranın da isti soyuq suyu qaydasında maşallah. Bəli, hər yer görürsünüzmü? Buradan hamısı borular gəlir. Yerin hamısı isinir. Gözəl. Ev hər yer isti
İstipolu qızır. Radiatorları qoymuşam bura. Burada var, orada var. Pərdənin altı görürsünüzmü? Pərdənin üstündən göstərir istiliyi. Bax burada da bir dənə radiator var, orada da bir dənə radiator var. Buna baxmayaraq biz yerə istipolda ev sahibinin istəyi ilə yeri də isitdik, radiatorları da qoyduq. Bura gəldik, burada qaydasında radiatora qızır, yerdən isitmədə. Mətbəx idi ora. İndi keçək ikinci mərtəbəyə. Buralar hamısı laminatlı, yerdən isitmə yoxdur. Bir dənə sanuzellərdə də yerdən isitmə. Otaqlarda radiatorlardır. Görürsünüzmü, radiatorlar hamısı qızır. Baxın, bura verirəm, vecinə. Radiator qızır. Orada iki dənədir. Biri sağda, biri solda qızır. Burada da həmçinin iki dənə radiatordur. Görürsünüzmü? Qızır. Keçək bu birisi otağa. Bu birisi otaqda da görürsünüzmü? O da qızır. Burada iki dənə sanuzeli var bu mərtəbədə. Bu artıq eləyir dördüncü sanuzel. İşıqları yandıram. Yəqin o pişdən sönüb. Orada bir dənə işığı yandıram. Telefon işığı var. Deməli, belə gözəl çıxıbdır. Görürsünüzmü? Hamısı yerdən isitmə, hamısı işləyir. Jacuzzi filan hamısı isti soyuq su gəlir, qəşəng. Unitazdakı qəşəng. Aha. Soyuq suyu açaq. Soyuq su. Aha. Biraz rənglər qaçır bir-birindən. Ben baxım, yoxsa yoxdur. Aha. İsti suya qoyaq. İsti su gəldi, görürsünüzmü? İsti su gəldi. Yerdən isitmə qaydasında işləyir. Keçək bu birisi otağa. Bu birisi otaqda radiator hər yeri istidir. Bu da istidir. Bunun ışığını söndürün. O, ola bilsin, biraz çaşdırır. Keçək bu birisi sanuzel. Görürsünüzmü, paroklar beləsinə. Yəni həmişə dediyim kimi 10-15 sm deyil. Burası sanuzeldə hazır. Hər yer qızır, qəşəng. İndi keçək soyuq suya. Sistemdə hava var da. Aləm qaçıb bir-birinə. Soyuq su gəlir. İndi qoyaq isti suya. Görürsünüz, isti su başladı gəlməyə. Belə. İsti su da gəldi. Bu mərtəbə də qəşəng, maşallah. Açan kimi isti suyun gəlməyi və radiatorların hamısının yüksək səviyyədə işləməyi, hər tərəfini işləməyi. İndi keçək mansard hissəsinə. Dostlar, oradan buranın əvvəli nə gündə idi? Halal olsun ustalara, buranın necə deyirlər, böyür başını yığdılar. Biraz içərdən çəkin. Mansard hissəsini obşi söktülər, ümumi. Ümumi sökəndən sonra səs izolyasiyası elədilər, sonra isti soyuq izolyasiyası elədilər. Çox belə, necə deyirlər, yüksək səviyyədə maşallah işlər getdi. Radiatorlar. Qəşəng, hər yeri qızır. Bu da radiator, hər yeri qızır. Bu radiator, hər yeri qızır. Bu radiator, hər yeri qızır. O radiator,
Hər yeri qızır. Bu radiator hər yeri qızır. Bu radiatorda hər yeri qızır. Ən yüksək, ən hündür mərtəbə buradır. 4-cü mərtəbə sayılır bura. Maşallah, görürsünüzmü? Hər yer qaydasında qızır. Keçək burada sanuzel. Burada yüngül var, burada duş kabini falan var. Unitazı falan. Divarçı istəmədi, pullardan istədi. Dedi, baş üstə. Soyuq suyu açaq. Görürsünüzmü? Soyuq su gəlir. Soyuq su gəlir. İndi keçirdim isti suya. İsti suda saniyəsində. Beləsinə. Dostlar, çox sağ olun, izləyirsiniz məni, dəstək olursunuz, kommentarlarınızı hamısını oxuyuram. Xoş sözlərə görə təşəkkürlər sizə hamımıza. Necə deyərlər, nə qədər təşəkkürlüyümü bildirsəm azdır. Yaxşı ki, sizin kimi qardaşlar var, izləyicilər var. Mən də öz işlərimi, necə deyərlər, belə çəkib paylaşmaqda reklam bu deyil, amma əslində işlərimi belə çəkib, burada mən göstərə bilərəm ki, burada radiator var. Amma bunun necə işlədiyini mən sizə sübut eləyə bilmərəm. Ancaq bunu da söndürün. Bunun işi qutardı. Ancaq buna göstərə bilərəm ki, məsələn, bunun hər yeri qızır. Mən misal üçün, usta ev sahibi necə sübut eləsin ki, hər yeri bunun qızır. Gələ əlinlə falan yoxlayırsan, o da ki, bunun kimi termal kamera kimi dəqiq deyə bilməz. Ona görə belə şeylərə deyirlər, buna ehtiyac yoxdur, nə bilim, bunsuz eş gedir. Amma gedir, bax görsənmi, hər yeri mən misal üçün çəkdim, paylaşdım, necə deyirlər, əyani şəkildə sübut elədim ki, yəni yer burada qızır, boru buradan gedir, sonra radiatorlar qızır, isti su açan kimi gəlir. Yəni bunlar hamısı şərt olduğu kimi alətlərin də olmağı şərtdir. Yəni mən belə burada radiatorun isti olmağını heç cürə sübut edə bilmərəm. Ona görə də hamımıza təşəkkürlər.